Peyğəmbərimiz s.ə.v belə insan, kənə yu'cibul fəal, gözəl sözləri sevərdi, gözəl danışardı. Yəni, heç zaman mənfi sözlərdən istifadə etməzdi. Deyərdi ki, yaxşı olacaq, gözəl olacaq. Hətta onun yanına gəlib bir problemini danışanda bir insan deyərdi ki, xeyirdir, inşallah yaxşı olacaq. Hətta bir insan gəlib pis yuxu görəndə deyərdi ki, xeyirdir, yaxşı olacaq. Heç zaman onları pisə yozmazdı. Ona görə qəlbi geniş idi. Əgər mömin ümidli olsa Rəbbinə, gözəl danışsa, gözəl düşünsə, Allah da onun istəklərini verəcək. Çünki bizim dilimizdən çıxan söz çox önəmlidir. Yəni, gözəl danışırıqsa, deməli, ümidliyik. İnsan ümidli olanda da Allah da ona istəklərini verir. Amma insan hər zaman mənfi danışır və o zaman ümidsiz olur. Ümidsiz olanda da, deməli, Rəbbinə qarşı gözəl zənni itirirsən. Gözəl zənn nə deməkdir? Yəni, Rəbbim dualarımı qəbul edəcək. Rəbbim istəkləri verməyə qadirdir. Rəbbim şəfa verəcək, arzularıma çatacam. Buna deyirlər gözəl zənn. Pis zənn nə deməkdir? Pis düşünmək. Daim vəsvəsə, kədər, ay yaxşı olmayacaq və s. Bunlar qadağandır dinimizdə. Yəni, gözəl düşün ki, gözəllikləri Allah sənə bəxş eləsin. Çünki bir çox həyatımıza baş verənlər dediyimiz sözlərə bağlıdır. Bəli, sözlərin gücü var, təsiri var. Bu barədə çox danışmışdım. Gözəl danışacaqsan, gözəl olacaq. Amma pis danışsan, ümidsiz olacaqsan, o zaman Rəbbinə qarşı gözəl zənni itirəcəksən, o zaman istəklərə nail olmayacaqsan. Ona görə nədir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hər zaman gözəl danışardı, gözəl düşünərdi. Hətta dinimiz deyir ki, mənfi belə düşünmə. Denə xeyirdir, hər şeydə xeyir var, gözəl olacaq. Ona görə ilk cümləmiz bu ildə Rəbbimiz istəklərimizi versin bizlərə. Əvvəlki ildə əldə edə bilmədiklərimizi Rəbbimiz bu ildə bizlərə qismət eyləsin.